Ördəkdən soruşublar ki, getmək çətindir yoxsa qalmaq. Ördək isə belə cavab verib. Əslində hər şey lal ördəyin bizi görüntülü yığmasından sonra başladı. Biz də gördük ki, bura Nohur gölün sahilidir. Biz də düşdük yola, gəldik Nohur gölün sahilinə. Əvvəl tapmaqda biraz çətinlik çəkirdik. Sonra gördük ördək buradadır, amma halı biraz pərişandır. Nə yaxşı ki, ehtiyatlı davranıb yanımızda qutu da götürmüşdük. Ördəyi lazımi qaydada qablaşdırıb yola düşmüşdük ki, yolda hiss elədik ki, ördəyin ürəyi darıxır, düşürüb təzə yolda biraz gəzdirdik. Gəzən vaxtı da gördük ki, ördəkdən bəzi səslər çıxır. Ona görə qərara gəldik ki, həkimə gətirək. Çox sağ olsun həkimimiz Nigar xanım da bizi çox xoş qarşıladı və Nigar xanım belə bir qənaətə gəlir ki, əslində bu ördək lal deyilmiş, ancaq çəkələməsi var imiş, utanırmış səsini çıxartmağa. Hazır dili açılmışkən ördəkdən son arzusunu da soruşuruq. O da deyir ki, bir ağ ördək var, 10 dəqiqə onu görmək istəyir. Çox təsirli 10 dəqiqədən sonra ördəyi götürüb aparırıq təhvil verməyə, sonra da ördəkdən bizə geriyə qalan ancaq bu paket olur. Paketi də gətirib obyektdə bizim şefə təhvil verirəm. Şef də deyir ki, gözləyin görün bunun başına nə oynatıram. Ördək ətinin yağlılığı toyuq və hündüşkəyə nisbətən daha çox olduğuna görə qətiyyən dietik ət hesab olunmur. Ancaq ördək əti yemək orqanizm üçün çox faydalıdır. Belə ki, ördək ətinin tərkibi natrium, kalium, kalsium, dəmir, B və A qrupu vitaminləri fol turşusu ilə çox zəngindir. Əgər siz də dost məclislərinizi dili açılmış ördəklə şənləndirmək istəsəniz, mütləq bir gün əvvəldən bizə sifariş edin.